Sütunların bölünməsi əməliyyatı data hazırlanması prosesində olduqca vacib hesab edilir. Odur ki, datasetdə bəzi sütunlar üzərində bu tip əməliyyatlara başlaya bilərik. İlk növbədə gender adlı sütunda müəyyən lazımsız ifadələr olduğunu görürük. Yəni biz bu sütundan population ifadəsini çıxarsaq, daha məntiqli olar. Bunun üçün bu sütunu population və cinslərə görə bölə bilərik. Daha sonra isə population sütununu sildikdə cinslər sütunu qalacaqdır. Bu əməliyyatı etmək üçün biz split columns-dan istifadə edəcəyik. Onun üçün ilk növbədə həmin gender sütununu seçirik. Split columns əməliyyatını həyata keçirmək üçün bizim 3 seçimimiz vardır. Ya home tabı vasitəsilə buradan transform hissəsində split column edə bilərik və ya transform tabı vasitəsilə text column hissəsində split column istifadə edə bilərik. Həmçinin həmin sütun üzərində sağ klik edərək buradan da split column seçə bilərik. Mən home tabı vasitəsilə split column istifadə edəcəm. Onu da qeyd edim ki, bu 3 əməliyyatın üçü də eyni funksiyanı daşıyır, yəni heç bir fərqi yoxdur. Hal-hazırda qarşımıza split column-la bağlı bir neçə seçim çıxmış oldu. Burada ən əsas seçim məhz sütunu hansısa bir ayrıcıya görə bölmək olar, yəni by delimiter. Lakin ilk öncə digər seçimlərə nəzər salaq. Ən sonda isə by delimiter funksiyasından istifadə edəcəyik. Məsələn, burada ikinci seçim, yəni by number of characters ilə biz sütunu xarakter sayına görə bölə bilərik. Bu seçim yalnız text tipli sütunlar üçün çalışacaqdır. Yəni, əgər bir tam ədəd tipli və ya bir date, time və digər tiplərdə olan bir sütun üzərində bunu çalışdırmaq istəsək, bu alınmayacaq. Çünki ancaq text tipli sütunlar üçün nəzərdə tutulub. Əgər mən by number of characters klik edəsəm, qarşıma bir menyu açılacaq. Gördüyünüz kimi belə bir menyu açıldı və burada xanaya bir rəqəm yazmamızı istəyir. Hal-hazırda mən bu xanaya 11 yazmaq istəyirəm. Gördüyünüz kimi aşağıda split hissəsində 3 seçimimiz var. Power BI avtomatik olaraq repeatedly seçimini aktivləşdirir. Yəni bu seçim varsayılan olaraq təkrarlanır. Əgər burada biz daha doğrusu bizim bu sütunda 33 xarakterimiz olsaydı, bu sütun 2 dəfə bölünəcəkdi. Repeatedly vasitəsilə. Və avtomatik 3 sütun yaranmış olacaqdı. Digər seçimlər mümkün qədər sola bölünmə. Yəni, mümkün qədər sola bölünmə oldu ki, məsələn, 33 xarakterimiz olsaydı, soldan ilk 11 xarakterdən sonra bölünmə olacaqdı. Əksinə, sağa bölünmədə isə əlimizdə 33 xarakterin olduğu halda 22 xarakterdən sonra bölünmə əməliyyatı aparılacaq. Yəni, əgər 44 xarakterimiz olsaydı, bölünmə əməliyyatı 33-də olacaqdı. 55 xarakter olsaydı, 44-də olacaqdı. Bunların məntiqi sırf bundan ibarətdir. Burada biz mümkün qədər sola, yəni ən birinci seçimi işarələyirəm və bunu seçirəm və buradan OK klik edirəm. Hal-hazırda əməliyyat davam edir və həmin sütun 2 sütuna ayrılmış olacaq. Gördüyünüz kimi həmin sütun soldan başlayaraq 11 xarakterə görə bölündü və artıq qalan hissə ikinci bir sütunda yazıldı. Gender.1 adlı bir sütunumuz var. Burada population tree sətirləri var və gördüyünüz kimi gender.2 adlı ikinci sütunumuz var və burada female, male qarşımıza çıxır. Təbii ki, biz əgər istəsək, bu sütunu silə bilərik və bu sütunun adına dəyişiklik edib yolumuza davam edə bilərik. Lakin mən digər seçənəklərə də baxmaq istəyirəm. Ona görə də burada apply step hissəsində əməliyyatı geri qaytarıram. Hal-hazırda birinci əməliyyat, ikinci əməliyyatda geri qaytardım və əvvəlki sütunun qarşıma çıxmış oldu. İndi yenidən split column deyirik və burada biz by positions'dan istifadə edəcəyik. Qarşımıza yenə bir menyu açılacaq. Pozisiyalara görə sütun üzərində bölünmə həyata keçirəcək. Gördüyünüz kimi hal-hazırda 0 və 10 qarşımıza çıxır. Buranın məntiqi bundan ibarətdir ki, bölünmə ilk xarakterdən qabaq başlayacaq və 10, yəni 0 burada onu göstərir ki, bölünmə ilk xarakterdən qabaq başlayacaq, yəni pi-dən qabaq başlayacaq və 10 isə
bölünmənin tamamlanacağı ilk nöqtəni təyin edəcəkdir. Yəni 10-cu xarakterdən n-dən sonra bölünmə baş verəcəkdir. 0 və 10 onu bildirir. Hal-hazırda mən Advanced optiona klik edəsəm, gördüyünüz kimi columns və rows var burada. Avtomatik Power BI onu columns olaraq təyin elədi, çünki biz sütunların bölünməsini burada istəyirik. Ona görə də mən burada OK klik edirəm və baş verən dəyişiklikləri biz birlikdə izləyəcəyik. Bəli, gördüyünüz kimi burada N hərfindən sonra bölünmə baş verdi. Çünki bizim qeyd etdiyimiz 10-cu xarakter məhz N hərfi idi. Təbii ki, biz 0 və 11 yazsaydıq, tire bu bir sütunda qalmış olacaqdı və digər sütunumuz bizim daha təmiz halda olacaqdı. Lakin biz bunu bu formada etdik. Ümumiyyətlə, Split by Position seçimi digərlərindən daha güclü hesab edilir. Burada biz əməliyyatı geri qaytaraq yenidən Split by Split column-a klik edək. Burada by Position seçək. Əgər burada 0-ın yerinə biz 2 yazsaq, o klik edirəm. Baş verən dəyişikliyi özünüz də görəcəksiniz. Hazırda gördüyünüz kimi ilk iki xarakter, yəni P və O xarakterlər silinmiş oldu. Yerdə qalan population isə ilk sütunda yazıldı. 10-cu xarakterimiz N olduğu üçün burada bölünmə məhz N, yəni 10-cu xarakterdən sonra baş verdi. Ehtiyacımız olduqca təbii ki, bunlardan istifadə edə bilərik. Burada split column-da gördüyünüz kimi 4 və digər funksiyalar qaldı. Mən onlara ayrılıqda toxunmuram, çünki ehtiyac olduqca asan bir şəkildə bunlardan istifadə edə bilərsiniz. Lakin biz üzərindən keçə bilərik. Məsələn, ilk yazılan by lowercase to uppercase-in əsas funksiyası ondan ibarətdir ki, burada kiçik hərfli xarakterdən böyüyə keçdiyimizdə sütunu bölə bilərik. İlk seçimdən istifadə edərək. Həmçinin digəri ilə onun əksini eləyə bilərik və ya burada bir ədəddən ədəd olmayan dəyərə keçdikdə sütunu bölə bilərik. Digər tərəfdən isə onun əksi olduqda bölünməni həyata keçirə bilərik. İndi isə by delimiter seçimini istifadə edərək sütunu bölək. İlk növbədə apply steps-dən tətbiq edilən əməliyyatları mən geri qaytarıram. Əvvəlki sütunumuza biz geri qayıtdıq. Yenidən split column-a seçirəm və buradan by delimiter klik edirəm. Gördüyünüz kimi qarşıma bir menü çıxdı. Power BI Desktop avtomatik olaraq orada tire işarəsini müəyyənləşdirdi gördüyünüz kimi. Çünki bizim sütunda ayrıcı, yəni delimiter məhz tiredir. İstəsək, buradan biz özəl ayrıcıları, özəl işarələri də seçə bilərik. Lakin bizim sütunda bir dənə ayrıcı var. Ona görə digər bir işarəni seçməyə ehtiyac yoxdur. Split at hissəsində görürsünüz 3 funksiya çıxır qarşımıza. Bunların əsas məğzu ondan ibarətdir ki, leftmost delimiter, yəni sola doğru, rightmost delimiter sağa doğru bölünməni seçmək üçün istifadə oluna bilər. Açığı hər iki halda sütun düzgün şəkildə bölünəcək. Məsəl üçün, mən leftmost delimiter deyirəm, o klik edirəm. Hal-hazırda bölünmə həyata keçirilir və qarşımıza düzgün nəticə çıxmış olacaq. By delimiter ilə biz bölünməni həyata keçirdikdə digərlərindən fərqli olaraq ayrıcı qəbul etdiyi işarəni avtomatik olaraq silir. Yəni population ayrı bir sütunda görünəcək, female, male ayrı bir sütunda görünəcək. Əməliyyat başa çatdıqda biz bunu izləyə biləcəyik. Gördüyünüz kimi əməliyyat sona çatdı və həmin sütun iki hissəyə bölündü. Hal-hazırda gender.1 adlı biz sütunu silə bilərik. Sağ klik edirik və buradan remove deyərək onu silirik. Digər bizə lazım olan sütunu isə üzərinə 2 dəfə klik edərək adını dəyişə bilərik. Və sonra enter klik edirəm və həmin sütunun da adı dəyişmiş oldu. Split columns haqqında ətraflı danışdıq. Növbəti dərslərdə görüşənədək.